Təsəvvüf təriqətlərində daha geniş yayılıbdır. İndi məlum məsələdir ki, biz burada onları bir-bir sadalaya bilmərik, çünki bildiyimiz kimi çox təriqətlər var. Və bu təriqətlərə bölünmə İslamı parçalamaq deyilmi sizcə? Baxmayaraq Quranda ayə var ki, "Vəhtəsimu bihablillahi cəmiən və la təfərrəqu." Allahın ipindən yapışın və firqələrə, təriqətlərə parçalanmayın. Sizcə burada bir ziddiyyət yoxdur ki? Söhbət parçalanmadan gedirsə, birmənalı olaraq bu şeytandandır. Bəli. Allahın dəvəti, Allahın nəbilərinin dəvəti birliyədir, vəhdətədir, bərabərliyədir. Bir çox ayələrdə, hətta Rum, elə bax, Alimran surəsi 103-dür, siz dediniz ayə, mən də yazımda qeyd eləmişdim. Bəli. Orada Cənab Hak buyurur ki, hamınız bir olaraq Allahın ipinə yapışın. Amma təriqət kəlməsi Quran-ı Kərimdə keçən bir kəlmədir. Cin surəsinin 16-cı ayəsində deyir ki, əgər onlar bir təriqət üzrə olsaydılar, biz onları sularla, deyir, hər halda orada nemət mənasında, bol sularla suvarardıq. Yəni, təriqət kəlməsi Quranda keçən ayədir, yol deməkdir, Allaha gedən yol deməkdir. Bir şərtə ki, doğrudan da bu Allaha gedən yol olsun. Çünki siz dediyiniz kimi, saxta təsavvuf təriqətləri də çoxdur, həddindən artıq çoxdur, kifayət qədər yayılıbdır. Təriqət dedikdə Allaha gedən yol nəzərdə tutulur. Allaha gedən yol da insanların getdiyi yoldan fərqli bir şeydir. Allaha gedən yol ruhumuzun Allaha gedən yoludur. O yoldadırsa fərqi yoxdur. Fərqli təriqətlərdə ola bilərlər. Yetər ki, təriqətin unudulmuş qavramlarından biri də mürşiddir. Yetər ki, gerçək bir mürşidə beyət edərək Allaha təslim olunsun. Amma bu gerçək mürşid, saxta mürşid anlayışı da bir başqa mövzudur. Allah Taala bunun da açarını Quran-ı Kərimdə qoyubdur. Bəqərə surəsinin, səhv eləmirəmsə, Allah günahımızdan keçsin, səhv deyirəmsə rəqəmini 45-ci ayəsində Allah Taala deyir ki, istəyinizi Allahdan səbrlə və namazla istəyin. Yəni, hacət namazı deyilən bir şey var. Bütün təriqətlərdə, hətta firqələrdə də var. Biri hacət namazı deyir, biri istixarə namazı deyir. Hacət namazından mürşidimizi Allahdan soruşmalıyıq. Çünki biz öz ağlımızla və yaxud kiminsə məsləhətinlə, inandığımız hətta bir dostun məsləhətinlə özümüzə yanlış bir mürşid seçmiş olarıq ki, bu da həmən şeytanın dediyi parçalanmalara gətirib çıxarar. Allahın buyurduğu tariklərə yox, Allaha gedən yollara yox, firqələşmələrə, qruplaşmalara gətirib çıxarda bilər.